Xoş gəldiniz. Sizi yenidən burada, bu səs dalğalarında dinləyicimiz kimi görmək çox xoşdur. Bugün qarşımızda duran materiallara baxanda bir anlıq özümü tapmaca həll edirmiş kimi hiss etdim. Tapmaca deyəndə nəyi nəzərdə tutursunuz? Bilirsiniz, bəzən masanın üzərinə müxtəlif sahələrdən ilk baxışda bir-biri ilə tamamilə əlaqəsiz görünən məlumatlar, qeydlər səpələnmiş olur, amma onları diqqətlə oxuduqda, ortaq bir məxrəc tapdıqda ortaya tamamilə yeni və heyrətamiz bir mənzərə çıxır. Bax, bugünkü dərin təhlilimizin missiyası da məhz o mənzərəni sizin üçün, yəni dinləyicimiz üçün aydınlaşdırmaqdır. Əla, deməli əlimizdə xeyli fərqli material var bugün. Tamamilə. Qarşımda fərqli illərə və fərqli məzmunlara aid mənbələr var. Əsas materialımız Donald Trump'ın 2009-cu ildə nəşr olunmuş Çempion kimi düşün kitabından bəzi seçmələrdir. Lakin düşünməyin ki, bu sadəcə biznes və ya maliyyə məsləhətlərindən ibarət quru bir mətindir. Xeyr. Əslində orada çox fərqli elementlər var. Bəli, əlimizdə həmçinin Robert Kiyosaki'nin bu kitaba yazdığı olduqca şəxsi ön söz, tarix, siyasət, innovasiya və komanda işi barədə düşüncələr var. Üstəlik, 2011-ci ildə Avstraliyanın Melbourne şəhərində keçirilmiş çox iri miqyaslı bir seminarın nadir təşviqat materialı da buradadır. Çox rəngarəng bir toplusudur. Elədir ki, var. Bizim məqsədimiz isə sadədir. Bütün bu dağınıq elementləri dərindən analiz edib, sizin üçün ən dəyərli bilikləri çıxarmaq. Yaxşı, gəlin bunu aydınlaşdıraq. Burada ən cəlbedici məqam odur ki, yəni biz bu mənbələrə baxarkən sadəcə qapalı ofis qapıları arxasında qəbul edilən biznes qərarlarını öyrənməyəcəyik. Daha qlobal bir baxış bucağı. Məhz elə. Biz tamamilə fərqli reallıqların, müasir siyasətin dinamikasının, incəsənətin, çox ağır şəxsi faciələrin və hətta dəqiq riyaziyyatın qanuna uyğunluqlarının uğurlu bir zihində necə kəsişdiyini araşdıracaq. Riyaziyyat hissəsi xüsusilə maraqlıdır, ora gələcək. Mütləq gələcək. Əlimizdəki materiallar bizə aydın şəkildə göstərir ki, böyük uğur deyilən o məfhum fərqli qutulara, fərqli şöbələrə bölünmüş bir həyat tərzi deyil. Bu, hər şeyin bir-biri ilə sıx inteqrasiya olunduğu tam bütöv bir fəlsəfədir. Bu inteqrasiya məsələsi elə dərhal mənbələrin ən əvvəlində Robert Kiyosaki'nin yazdığı o giriş sözündə özünü büruzə verir. Kiyosaki orada çox kəskin bir müşahidə aparır. Aha, o fərqli şəxsiyyətlər məsələsi. Ay sağ olun. O qeyd edir ki, biz adətən insanların bir neçə fərqli versiyası ilə qarşılaşırıq, insanın içində düşündüyü bir şey olur, ictimaiyyət qarşısında dediyi başqa bir şey, real həyatda atdığı addımlar isə ümumiyyətlə o ikisindən fərqlənir. Yəni, çoxumuzun daxilində görünməz filtrlər var. Düzdür. Amma Kiyosaki'yə görə məşhur televiziya siması olan Trump'la real həyatdakı Trump eyni adamdır. Onda düşüncə, söz və əməl tam bir vəhdət təşkil edir. Və onun cəmiyyət tərəfindən çox vaxt niyə belə sərt, kəskin qəbul edilməsinin səbəbi də budur. O nə düşünürsə onu deyir, nə deyirsə onu edir. Bu vəhdətin təkcə xarakterik bir xüsusiyyəti olmadığını, həm də iki böyük fiqur arasında necə dərin bir tarixi bağ yaratdığını anlamaq lazımdır. Biz sadəcə iki nəfərin oturub kitab yazmasından danışmırıq ki. Orada ciddi bir tarixçə var əslində. Bəli. Kiyosaki mənbədə səmimi şəkildə etiraf edir ki, 1980-ci ildə o, qurduğu ilk böyük biznesini tamamilə itirmişdi. Təsəvvürünüzə gətirin, hər şeyi itirmək, bankrot olmaq, insanın özünə inamını, gələcəyə baxışını necə darmadağın edir. Çox ağır bir vəziyyətdir. Və düz 1987-ci ildə qlobal birja böhranının bütün dünyanı sarsıtdığı bir dövrdə, Kiyosaki Trump'ın The Art of the Deal kitabını oxuyur. O həyat yoldaşı kimlə birlikdə həmin o ağır, qaranlıq dövrdən ayağa qalxmaq gücünü məhz o kitabdan aldıqları düşüncə tərzi ilə əlaqələndirir. Və bu bundan bitmir axı. Bitmir. Daha sonra 1997-ci ildə The Art of the Comeback kitabını oxuyanda bir daha əmin olurlar ki, bu yanaşma fərqlidir. Çünki çox az lider öz uğursuzluqları, səhvləri və çökməsi barədə bu qədər şəffaf danışa bilir. Onların fiziki olaraq ilk dəfə şəxsən tanış olmaları isə 2004-cü ilə təsadüf edir. 2006-da isə ortaq kitablarını yazırlar. Düzdür. Yəni, Kiyosaki'nin bu bütövlük barədə dedikləri sadəcə xoş sözlər deyil. Bu 10 illiklər ərzində həm uzaqdan, həm də yaxından etdiyi dəqiq müşahidələrin nəticəsidir. Sizin bu vurğuladığınız tarixi bağ mənim qarşımdakı o təşviqat materialına baxanda tam mənasını tapır.
Əlimdə 2011-ci il 20 sentyabrdan 22-sinə kimi Melbourne Sərgi və Konvensiya Mərkəzində baş tutan böyük bir tədbirin posteri var. O məşhur Avstraliya tədbiri. Bəli, üzərində böyük hərflərlə ilk dəfə Avstraliyada şüarı yazılıb. Və kimlər var bu tədbirin səhnəsində? Dünyanın bir nömrəli pik performans coachu Tony Robbins, mega uğurlu sahibkar Donald Trump və Robert Kiyosaki özü. Güclü bir üçlükdür. Bəli, bu üç fərqli insanın, fərqli xarakterin eyni səhnəni bölüşməsi həmin o ortaq düşüncə birliyinin, fəlsəfə qohumluğunun qlobal miqyasda fiziki olaraq bir araya gəlməsidir. Bəs yaxşı, eyni düşüncəyə, eyni hədəfə sahib olmaq kifayətdirmi? Mənbədəki esselərə nəzər saldıqda görürük ki, müəllif sadəcə öz kimliyini bilmək yox, həm də auditoriyanı tanımaq barədə olduqca fərqli, bəlkə də biraz qəribə bir müqayisə aparır. Stephen King məsələsini deyirsiniz. Məhz onu. Daşınmaz əmlak və Stephen King. Yəni, mən başa düşmədim. Qorxu ədəbiyyatı ilə New Yorkda bina tikməyin nə əlaqəsi ola bilər? İlk baxışda doğrudan da heç bir əlaqəsi yoxmuş kimi görünür, amma bu əslində biznesin ən fundamental dərslərindən biridir. Gəlin məsələni açaq. Buyurun. Mənbədə hatırladılır ki, 2007-ci ildə New York Times Book Review jurnalında Stephen Kingin qısa hekayələr barədə bir tənqidi dərc olunur. King müasir yazıcıları tənqid edərək deyir ki, onlar artıq qısa hekayələri oxucular üçün, kütlə üçün yazmırlar. Bəs kimin üçün yazırlar? Əvəzində bu hekayələr sadəcə qapalı ədəbi dairələrdəki redaktorların, ədəbiyyat müəllimlərinin və elitar tənqidçilərin gözünə girmək üçün yazılır. Nəticə etibarilə nə baş verir? O kitablar mağazaların ən alt, tozlu, heç kimin baxmadığı rəflərinə düşür. Yəni oxucu onu sevmir, oxumur. Tamamilə. Trump isə bu ədəbi tənqidi götürüb öz sahəsinə, yəni daşınmaz əmlak və biznesə tətbiq edir. O bunu aktivlərin qorunması və auditoriyanı anlamaq dərsi adlandırır. O deyir ki, əgər mən New Yorkda hər hansı bir yaşayış binası və ya lüks bir kompleks tikirəmsə, mən ilk növbədə o binada kimin yaşayacağını bilməliyəm. Sənin demografiyan kimdir? Ay sağ olun. Mən o binanı arxitektura tənqidçilərinin tərifini qazanmaq üçün tikmirəm. Mən onu oraya pul ödəyəcək və orada yaşayacaq insanlar üçün tikirəm. Əgər bir biznesmen öz real müştərisini unudub, sadəcə kənardakı ekspertləri və ya tənqidçiləri təəccübləndirməyə çalışırsa, o öz aktivini məhv etmiş olur. İşin məğzi süni rəylərə deyil, həmişə son istehlakçıya xidmət etməkdir. Şey yaradırsan, doğrudanmı hər dəfə sıfırdan nə isə kəşf etmək lazımdır? Mənbədə bəstəkar Steve Reich barədə bir epizod var ki, bu məqamı çox dəqiq izah edir. O maşın tıxazı hekayəsi. Bəli. İnanıram ki, çoxumuz yağışlı bir gündə maşın sürərkən saatlarla tıxacda qalışıq və o şüşə silənlərin, yəni windshield wiperslərin rəqqasə kimi o tərəf bu tərəfə getməsinə, çıxardığı o monoton səsə qulaq asmışıq. Hamımız o səsi tanıyırıq. Steve Reich da belə bir gündə New Yorkda tıxaca düşür, amma o əsəbləşmə əvəzinə fərqli maşınlardakı şüşə silənlərin əvvəlcə bir-biri ilə sinxron işlədiyini, sonra sürət fərqinə görə ritmdən çıxdığını, daha sonra yenidən sinxronlaşdığını müşahidə edir. Baxın, bu fərqli bir düşüncə tərzidir. Və bu adi, gündəlik məişət səsi ona musiqidə phasing, yəni faza adlı tamamilə yeni bir konsepsiya yaratmağa ilham verir. Mövcud olan bir səsi sənətə çevirir. Və məhz bu hekayə çempion psixologiyasında innovasiyanın həqiqi tərifini verir. Trump bu yanaşmanı çox sevir və deyir ki, böyük innovasiyalar heç də həmişə laboratoriyada oturub sıfırdan nə isə ixtira etmək deyil. Sadəcə ətrafı müşahidə etmək. Bəli. Çox vaxt innovasiya sadəcə olaraq ətrafımızda artıq mövcud olan, lakin heç kimi bir-biri ilə əlaqələndirmədiyi elementləri düzgün formada bir araya gətirməkdir. Yəni sən bir növ yığıcı, mənbədəki terminlə desək, assembler olursan. O, New Yorkdakı mənşur çox məqsədli binasını, yəni həm otel xidmətlərini, həm də lüks kondominiumları eyni qüllədə ilk dəfə birləşdirdiyi layihəni məhz bu yanaşmaya misal çəkir. Yəni, əlimizdəki materialları fərqli şəkildə birləşdirir. Düzdür. Lakin bu cür yığıcı olmaq üçün beynin eyni anda bir neçə fərqli cəbhədə işləməsi, müəllifin dediyi kimi multi-level focusing, yəni çox qatlı fokuslanma bacarığı olmalıdır. Sizin zəkanız həm musiqini, həm də mexaniki şüşə siləni eyni anda təhlil edə bilməlidir.
Burada əsas məsələ dünyadakı böyük nizamı anlamaqdır. Bax elə burada riyaziyyat dövrəyə girir. Bəli. Kitabda Mario Livio'nun tədqiqatlarına və qızıl nisbətə, yəni 1.61803.987 rəqəminə toxunulur. Bilirsiniz, qızıl nisbət sadəcə riyazi bir əyləncə deyil. Kosmik bir qanundur əslində. Tamamilə. O, kiçik dəniz qabıqlarından tutmuş, qədim Misir piramidalarına və kosmosdakı nəhəng qalaktikalara qədər kainatın hər yerində mövcud olan bir nizamdır. Bəs bunun biznesə nə dəxli var? Çox adam yəqin bu sualı verir. Əgər siz bu riyazi qanuna uyğunluqları, yəni kainatın xaosun içində necə harmoniya yaratdığını anlasanız, binalarınızı, şirkətlərinizi və ya məhsullarınızı da o cür dizayn edə bilərsiniz. Beləliklə, qurduğunuz hər hansı bir struktur insanların gözünə və instinktlərinə təbii olaraq cazibədar görünəcək. Çünki o, xaos yox, nizam vəd edir. Görünür ki, nizamı və xaosu idarə etmək təkcə binaların arxitekturasında yox, həm də insan münasibətlərində əsas rol oynayır. Mənbədə komanda oyunçusu olmağın ənənəvi tərifindən çox uzaq bir yanaşma var. O televiziya nümunələri. Bəli, biz çox vaxt rəqabətli mühitlərdə, məsələn televiziyada, insanların bir-birini əzməyə çalışdığını düşünürük. Amma kitabda iki fərqli televiziya əfsanəsi ilə bağlı maraqlı xatirə qeyd olunur. Tom Brokaw ilə bağlı olanını deyirsiniz. Düzü. Biri məşhur jurnalist Tom Brokaw ilə Yankees oyununda komandanın rəhbəri George Steinbrenner'in lojasında baş verir, digəri isə Emmy mükafatları mərasimində Will and Grace serialının ulduzu Debra Messing'lə. Hər ikisi fərqli zamanlarda və fərqli məkanlarda Trump'a yaxınlaşaraq onun The Apprentice şousunun inanılmaz uğuruna görə ona xüsusi təşəkkür edirlər. Çox adam düşünər ki, nə əlaqə, rəqiblərdir axı. Elədir. Bir jurnalist və bir serial aktrisası niyə başqa bir şouya görə təşəkkür etsin ki? Çünki onlar böyük mənzərəni görürdülər. The Apprentice, NBC kanalının ümumi reytingini o qədər qaldırmışdı ki, həmin kanalda yayımlanan xəbərlər də, seriallar da bundan avtomatik olaraq böyük fayda görürdü. Bir növ qabaran dəniz bütün gəmiləri qaldırır prinsipi. Ay sağ olun. Onlar başa düşürdülər ki, hər kəsin öz fərqli şousu olsa da, əslində hamısı NBC adlı eyni gəminin, eyni komandanın içindədir. Sizin dediyiniz bu. Komanda ruhu işin peşəkar tərəfidir. Amma mənbəni dərindən analiz edəndə biz bunun arxasında daha dərin, sırf insani bir hiss olan minnətdarlıq fəlsəfəsində görürük. O Rabbinin hekayəsi. Bəli, çox sarsıdıcı və eyni zamanda düşündürücü bir hekayədir. Los Angelesdən olan bir Yahudi Rabbinin hekayəsi. Qeyd olunur ki, bu Rabbin tam 18 ildir ki, hər il Yahudi yeni ili olan Rosh Haşana bayramı ərəfəsində mütləq şəkildə Trump'a zəng edir. 18 il zarafat deyil. Bəs bu ənənənin kökündə nə dayanır? 1988-ci ildə bu Rabbinin 3 yaşlı oğlu çox ağır xəstəliyə tutulur. Uşağı mütləq şəkildə həm də təcili olaraq New York'a xüsusi müalicəyə çatdırmaq lazım idi. Orada logistik problem var idi, düzdür? Düzdür. Uşağın həyatda qalması üçün hava limanına və təyyarəyə xüsusi, çox ağır tibbi avadanlıqlar yerləşdirilməli idi. Heç bir kommersiya aviaşirkəti bu riski öz üzərinə götürmək, o avadanlıqları təyyarəsinə buraxmaq istəmir. Ailə tam bir çıxmazlıq, dərin bir panika içində idi. Təsəvvür edirəm. Həmin vaxt bu Rabbin heç vaxt üzünü görmədiyi, şəxsən tanımadığı Donald Trump'a zəng edərək vəziyyəti izah edir. Trump heç bir tərəddüd etmədən şəxsi təyyarəsini tamamilə o ailənin və tibbi avadanlıqların ixtiyarına verir. Doğrudan da böyük bir jestdir, amma sonu necə bitir? Biz adətən kinolardakı kimi xoşsonluq gözləyirik. Təəssüf ki, reallıq həmişə kinolardakı kimi olmur. Mənbədə qeyd edilir ki, bütün bu səylərə baxmayaraq o kiçik uşaq sağalmır və vəfat edir. Ailə ən böyük faciəsini yaşayır. Buna baxmayaraq, Rabbin o an onlara uzadılan kömək əlini, o şəfqəti heç vaxt unutmur və düz 18 il boyunca zəng edib minnətdarlığını bildirir. Çox təsirli. Bu sadəcə bir xatirə deyil. Bu bizə daxili Thanksgiving, yəni şükranlıq ruhunu öyrədir. Ən qaranlıq, ən ümidsiz və faciəvi anlarda belə həyatda aldığımız dəstəyi qiymətləndirmək və minnətdar qalmağı bacarmaq lazımdır. Bu bir liderin, bir insanın mənəvi təməlidir. Belə sarsıdıcı reallıqları qəbul etmək insanı həyatın qarşısında doğrudan da təvazökar olmağa məcbur edir.
Və bu təvazökarlıq bizi öyrənməyin, daha çox bilməyə çalışmaq ehtiyacının necə vacib olduğuna gətirib çıxarır. Daimi öyrənmək məsələsi. Bəli, mənbədə təsadüfi deyil ki, Sokratın o məşhur əzəli həqiqətinə istinad edilir. Tək bildiyim odur ki, heç nə bilmirəm. Orada tarix öyrənən bir dostun hekayəsi danışılır. Bu adam 2-ci Dünya müharibəsinin səbəblərini anlamağa çalışır, amma qısa müddət sonra başa düşür ki, bunu anlamaq üçün 1-ci Dünya müharibəsini tam dərk etməlidir. Dərinə getdikcə nə qədər az bildiyini görürsən. Eynən. Araşdırdıqca, oxuduqca, əslində mənzərənin nə qədər böyük olduğunu və özünün nə qədər az bildiyini fərq edir. Bu baxımdan müəllif böyük mənzərəni dərk etmək, rəqabəti anlamaq üçün Sun Tsunun müharibə sənətini tövsiyə edir. Amma Machiavellini o qədər də sevmir. Bəli, qeyd edir ki, o, Machiavellinin şahzadəsini o qədər də yaxşı qəbul etmir, çünki həmin əsərdə sırf hakimiyyət və güc uğrunda bütün etika, dürüstlük ayaqlar altına atılır. Yəni, sən öyrənməlisən, amma hansı dəyərləri rəhbər tutacağını özün seçməlisən. Sokratik təvazökarlıqdan və mənzərəni dərk etməkdən danışarkən, mənbədə çox spesifik bir tarixi nümunə var ki, o liderin vəziyyətinin necə oxumalı olduğunu əla göstərir. Gəlin bu hissəyə tamamilə analitik bir case kimi, heç bir siyasi tərəf tutmadan, emosiyalardan uzaq bir şəkildə baxaq. Mütləq. Bu çox vacibdir, dinləyicilərimiz də bilsin ki, biz sadəcə tarixi mənzərəni təsvir edirik. Bizim məqsədimiz sadəcə 2008-ci ilin payızında, yəni qlobal iqtisadi böhranın ən pik nöqtəsində bir biznesmenin bazarı və siyasi dəyişikliyi necə oxuduğunu təhlil etməkdir. Mənbədə New York bir kanalında Dominic Carter'ı verilən bir müsahibə əks olunub. Məsələnin ən maraqlı tərəfi də elə budur. Bu müsahibə şəxsən mənim üçün mənbənin ən soyuqqanlı, ən maraqlı iqtisadi-siyasi analizlərindən biridir. Təsəvvürünüzə gətirin, 2008-ci ilin sonudur, Trump həmin müsahibədə dövrün respublikaçı prezidenti George Bush'un idarə etməsini birbaşa heç bir siyasi nəzakətə yer qoymadan fəlakət və səriştəsizliyi adlandırır. Öz partiyasından olan birini belə kəskin tənqid edir. Bəli, o çox açıq şəkildə bildirir ki, Bush administrasiyası ölkəni və partiyanı elə bir çıxılmaz vəziyyətə salıb ki, eyni partiyadan olan John McCain'in bu seçkilərdə qalib gəlmək şansı faktiki olaraq sıfırdır. Ortadakı rəqəmlər də bu bədbinliyi təsdiqləyirdi. Təkcə 2008-ci ilin oktyabr ayına olan məlumata görə Amerikanın büdcə kəsili 237 milyard dollara çatmışdı. Nəhəng bir rəqəmdir. Trump o dövrün nainki adi bir iqtisadi eniş, birbaşa 1929-cu ilin qorxunc böyük depressiyası ilə müqayisə edirdi. Və düz bu qaranlıq iqtisadi analizin ardınca o, rəqib düşərgənin, yəni Barack Obama'nın qələbəsi barədə danışır. O hissə də çox diqqət çəkicidir. Bəli. O, Obama'nın keçdiyi yolu və qazandığı qələbəni fenomenal bir hadisə kimi xarakterizə edir. Yeni prezidentin intellektini, kəşfiyyatını və qətiyyətini obyektiv şəkildə təqdir edir. Bəs o bunu hansı kontekstdə deyir? O qeyd edir ki, 11 sentyabr hücumlarından dərhal sonra bütün dünyanın Amerikaya qarşı hiss etdiyi böyük bir mərhəmət var idi. Lakin sonraki xarici siyasət nəticəsində o mərhəmət çox qısa müddətdə nifrətə çevrildi. Yeni bir başlanğıc lazım idi deməli. Məhz. Trump, Obama'nın prezident seçilməsini bu nifrəti sındırmaq, dünya ilə yenidən sağlam bir diyaloq qurmaq üçün ölkənin ehtiyac duyduğu bir yeni başlanğıc olaraq görürdü. Bu hissənin bizə verdiyi əsas dərs nədir? Dərs odur ki, siz kəskin fərqli siyasi qütblərə aid ola bilərsiniz, baxışlarınız tamamilə zidd ola bilər, amma ortadakı rəqəmləri, faktları və qarşınızdakı insanın bacarıqlarını gərəksiz, şəffaf şəkildə qiymətləndirməyi bacarmalısınız. Lider mənzərəyə necə olmasını istədiyi kimi yox, necə varsa elə baxmalıdır. Mənzərəyə bütünlüklə baxmaq barədə kitabda mənim çox xoşuma gələn olduqca sadə bir pizza analogiyası var. O wholeness, yəni bütövlük konsepsiyası. Bəli, bu təşkilatın və ya biznesin necə bütöv, necə tam işləməli olduğunu izah edir. Gəlin bunu belə düşünək dinləyicimiz üçün. Siz acmısınız və evə böyük bir pizza sifariş edirsiniz. Qapı döyülür, qutunu alıb açırsınız və birdən görürsünüz ki, o yumru pizzanın içərisindən bir və ya iki dilim əskikdir. Kim olsa şoka düşər. Elədir.
Siz buna sadəcə baxıb çiyinlərinizi çəkib o qalan hissəni yeməzsiniz, düzdür? Sizin beyniniz dərhal o əskik dilimləri axtaracaq. Bu dilimlər hardadır? Axı bu tam olmalıydı. Bax, Trump öz biznesinə, təşkilatına eyni ilə o qutudakı pizza kimi yanaşır. Canlı bir orqanizm kimi. Ay, sağ olun. O, şirkətini hər bir detalının, hər bir diliminin bir-biri ilə ahəng içində mükəmməl işləməli olduğu canlı bir orqanizmə bənzədir. O, kitabda bir xatirəsini bölüşür, şirkətə çox savadlı, gözəl diplomları olan gənc bir işçi qəbul edir. Bu gənc pizzanın çox ləzzətli və vacib bir dilim olmalıydı, yəni savadlıydı. Amma problem ondaydı ki, bu işçi qərarları o qədər lənc qəbul edirdi, işləri o qədər yavaş görürdü ki, şirkətin o aqressiv, sürətli dünyasına heç cür ayaq uydura bilmirdi. Sürətə adaptasiya ola bilmirdi. Bəli, o sadəcə olaraq prosesi ləngidirdi, nəticədə onu işdən azad etməli olur. Yəni, sizin sadəcə savadlı olmağınız bəs etmir. Əgər sistemin sürətinə adaptasiya ola bilmirsinizsə, siz o əskik dilimsiniz və bütövlüyü pozursunuz. Əskik dilim olmamaq üçünsə, müəllif təkamül qanunlarına, Charles Darwinin nəzəriyyəsinə müraciət edir. O, çox haqlı olaraq vurğulayır ki, təbiətdə və biznesdə ən güclülər yox, dəyişən şəraitə ən tez adaptasiya olanlar sağ qalır. O, bunu hətta Roma və Osmanlı imperiyalarının çöküşü ilə də paralelləşdirir. Çox maraqlı müqayisədir. Bəli, onlar böyük idilər, amma dəyişən dünyaya adaptasiya ola bilmədikləri üçün yıxıldılar. Şirkətin sürətini ayaq uydurmaq, vəziyyətə uyğun cəld qərar vermək bacarığı tələb edir. The Apprentice şousunun arxasında duran əsas məntiq də buydu. İştirakçıların həmişə, amma həmişə bir B planı olmalıydı. Çünki A planı həmişə işləmir. İşləməyəndə Səlim oturub ağlamaq və ya kimisə günahlandırmaq üçün vaxtın olmur. Kitabda Napolyon Bonaparte'ın möhtəşəm bir sözü gətirilir. Lider məğlub ola bilər, amma heç vaxt təəccüblənməməlidir. Təəccüblənməmək və cəld reaksiya vermək heç də o an nəsə uydurmaq demək deyil. Əsla. O operativ qərarın arxasında əslində illərlə toplanmış informasiya, ciddi intizam və ev tapşırığını əvvəlcədən etmək dayanır. Sürət hazırlıqlı adamların silahıdır. Və bu ciddi hazırlıq insanı özünün ən yüksək potensialına, yəni ali mənliyinə şans vermək nöqtəsinə gətirib çıxarır. Kitabda bir mesaj çox açıqdır. Təhlükəsiz zona, o hamımızın sığındığı komfort zona bizim ali mənliyimizin ən qəddar düşmənidir. Heç kim komfortda böyümür axı. Elədir ki, var. Əgər siz hər gün eyni işləri görüb, olduğunuz yerdə sayırsınızsa, heç vaxt növbəti mərhələyə keçə bilməzsiniz. Da Vinci'nin Mona Lisasını əsrlər boyu ölümsüz edən, Bill Gates'i texnologiya nəhənginə çevirən, Mark Bernetti reallıq şoularının atası edən və ya Picasso-nu rəngkarlıqda inqilabçı edən nə idi? Standartlardan kənara çıxmaqları. Tamamilə. Onları ortaq edən yeganə cəhət, heç kimin cəsarət etmədiyi yerdə qəbul edilmiş standartların xaricinə çıxmaları, o təhlükəsiz zonanı tərk etmələri idi. Çünki ali mənliyə gedən yol birbaşa məsuliyyəti öz üzərinə götürməkdən keçir. Çempionlar heç vaxt həll edici anlarda qaçıb gizlənmirlər. Kitabda qadın tennis əfsanəsi Billie Jean King'in çox bəyəndiyim bir iddialı fikri var. O deyir ki, top tora yaxınlaşanda əmin ola bilərsiniz ki, o topu mən istəyirəm. Özünə inamın pik nöqtəsi. Bəli, o bilir ki, o zərbədən sonra ya qalib gələcək, ya da məğlub olacaq. Amma məsuliyyətdən qorxmur. Və ya golf əfsanəsi Bobby Johnson sözləri. Golf hər dəfə bir zərbə ilə oynanılır. Yəni, sən bütöv mənzərəni, hədəfi görə bilərsən, amma sən fikrini, fokusunu tam olaraq o an, o saniyə attığın addıma verməlisən. Hədəfə fokuslanmaq. Aristotelin dediyi kimi, insanın qarşısında duran ən yaxşı seçim, onun nail ola biləcəyi ən yüksək hədəfi seçməsidir. Bütün bu zəkanı və enerjini idarə etmək barəsində ixtiraçı Alexander Graham Bell'in çox gözəl bir fikri ilə bu məqamı yekunlaşdırmaq olar. Günəş şüaları bir nöqtəyə cəmlənməyincə yandırmır. Əgər siz öz istedadınızı, intizamınızı və diqqətinizi xırda məişət problemlərinə deyil, bir nöqtəyə fokuslaya bilsəniz, çempion psixologiyasına nail olmuş olursunuz. Bütün bu geniş müzakirədən sonra əsas suala gəlirik. Bütün bunlar bizim üçün, dinləyici üçün nə deməkdir? Gəlin öyrəndiklərimizi xülasə edək. Çempion kimi düşünmək Kiyosakinin əvvəl də dediyi kimi, içindəki düşüncənin, dilindəki sözün və əməlinin vahid bir güc kimi birləşməsidir.
və təvazökarlıq. Bəli, bu, böyük sokratik təvazökarlıqla hər gün nə qədər az bildiyini fərq edib öyrənməyə açıq olmaqdır. Bu, biznesini və ya layihəni o əskik pizza dilimləri olmadan sağlam bir orqanizm kimi idarə etmək, Stephen Kingin nümunəsindəki kimi tənqidçilərin deyil, birbaşa auditoriyanın ehtiyaclarına xidmət etməkdir və ən əsası, ən çətin siyasi və ya iqtisadi böhranlarda belə şəxsi emosiyalara qapılmadan faktları görə bilməkdir. Biz bugün müxtəlif detalları bir araya gətirdik, bəs bunun son nöqtəsi nədir? Sizin verdiyiniz o xülasə əslində bu kitabın təməl oxudur. Ancaq məni düşündürən və yəqin ki dinləyicimizi də bu müzakirədən sonra baş-başa buraxacaq tək bir sual var. Hansı sual? Əgər doğrudan da ən böyük, dünyanı dəyişən innovasiyalar sıfırdan, boşluqdan yaradılmırsa, əgər onlar sadəcə olaraq artıq mövcud olan, hər kəsin hər gün yanından keçib getdiyi şeylərin yenidən və ağıllı bir şəkildə birləşdirilməsindən, yəni yığıcı olmaqdan yaranırsa, bəs sizin həyatınızda elə bu saniyə gözünüzün önündə olan, ancaq indiyə qədər bir araya gətirmədiyiniz o şüşə silən səsi, yəni o kiçik, adi detal nədir? Növbəti böyük sıçrayışınız bəlkə də yeni bir ixtira deyil, tam olaraq həmin o kiçik detalı düzgün yerinə qoymağınızı gözləyir. İnsan həqiqətən bu barədə düşünməyə bilmir. Bizim çox vaxt əhəmiyyətsiz saydığımız detallar bəlkə də gələcəyimizin açarıdır. Bugün bu dərin və maraqlı təhlilimizə qoşulduğunuz, bu müxtəlif fikirlərin kəsişməsində bizimlə birlikdə addımladığınız üçün sizə təşəkkür edirik. Öz həyatınızdakı o əskik pizza dilimlərini axtarmağa, məsələlərə fərqli bucaqlardan baxmağa və ali mənliyinizə şans verməyə davam edin. Növbəti görüşümüzədək.